Benfica səfəri özü-özlüyündə çox çətin bir səfərdir də. Yəni hər bir Avropa klubu üçün də çətin səfərdir də ora. Ya bu geri dönüşü atam Juventus eləsəydi ya da nə bilim Manchester City belə eləsəydi bu bir xəbər olacaqdı da, artıq bir anlaşılaq olacaqdı da yəni. Birinci səbəb Davinson normalda Abdülkerimlə bir yerdə oynayanda sağ stoper oynuyordu, Abdülkerim sol stoper. Davinson çox uzun müddətdən sonra ilk dəfə sol stoper oynadı, sağ stoper Singo oynuyordu. Adam da sağ ayaq olduğuna görə solda istər-istəməz çətindir sağ ayaqla oynamaq. Amma Messi-dən elə məntiqli bir cümlə çıxacağını inanmıram. Adamı gördüyündə bu. Axırıncı bu söz deyəndə yadımda nə olmuşdu da. Benzema niyə İstanbulda Fatih Belediyəsində iftar eləmişdiyi falan var ya. Bizim məhəllədə şeydir, iftar eləyir. Hər kəs salam. Tiki-taka onlayndasınız. 2 həftəlik bir qısa fasilədən sonra yenidən bir yerdəyik. Bu fasilədə biz əslində milli komandaların oyunlarına dair biraz özümüzü geri plana atdıq. Amma Çempionlar Liqasının yanında mükəmməl bir geri dönüş eləyirik. Bu gün əla mövzularımız var və əla da qonaqlarımız var əlbəttə ki. Ergünlə Rəsuldur. Necəsiz dostlar, necədir vəziyyət? Yaxşıyam Nihal, sən necəsən? Səni yenidən görmək çox xoşdur. İzləyicilərimizi yenidən görmək çox xoşdur. Əla. Rəsul, sən hissləri valaq. Hər zaman olduğu kimi bu gün də çox yaxşıyam. Nəhayət ki 2 həftəlik fasilə bitdi və biz yenidən playmakerə davam edirik. Davam edirik. Özdə mükəmməl şəkildə davam edirik. Qarabağ sağ olsun bizi bir an belə qoymur ki, nəsə mənfi auraya düşək. Müsbət duyğularına davam edirik. İzləyicilərimiz bu fasilədən sonra bizi təzədən görüblər. Ona görə mütləq şəkildə izləməlidirlər, abunə olmalıdırlar, like eləməlidirlər və rəy yazmalıdırlar. Sizdən xahiş edirik, bunları yerinə yetirin. Biz isə başlayaq. Başlayaq inşallah. Başlayaq. Əlbəttə ki, Qarabağdan başlamalıyıq dostlar. Yəni biz biraz əslində Qarabağın qalibiyyətləri mənə pis təsir edir. Nə mənə pis təsir edir? Biz alışırıq buna. Biz Qarabağın belə qalibiyyətlərinə alışırıq. Nə bilim, Qarabağ sabah bir gün müsbət deyil də bir xoşagəlməz nəticə alanda biz artıq düşəcəyik də. Halbuki bu mükəmməl bir uğurdur da. Məntiqi bir qırağa qoyub duyğusal hisslərimizdən danışmalıyıq da bu gün. Nə düşünürsən Ergün? Sən aramızda ən qatı Qarabağda keçir sənsən də yəqin ki, biraz hisslərimi bildir bu Lissabon zəfərindən sonra. Fəth elədi Lissabonu. Fəth elədi və hətta Portuqaliyanı fəth edir artıq 2-3 ildir. Bu arada sənin dediyin şeyə çox qatılıram. Bir şey ki, Qarabağ bizə o hissi yaşatdı ki, biz Leverkusenə 90+-da 2 oyun qələbə qazana bilmədik, 90+-da qol buraxdı və ölkədə hamı üzülürdü ki, o naməlum Leverkusen bizim əlimizdən qaçdı. Yəni Qarabağ bu səviyyəyə qaldırdı Azərbaycan futbolunu. Bu gün Portuqaliyada da eyni söhbətdir. Artıq Benfica-nı udmuşuq. 3 xalımız var və o comeback-la udmaq, o geri dönüşlə udmaq təmiz fərqli bir hissdir. Varken meydanı dar eləyib rəqibə qan utdurdular. Benfica yıxıldı. Qurbanovun ordusu bunu elədi. Lissabon Fatih deyəcəksiniz. 1-0 udmaqla 2-0 məğlubiyyətdən gəlib 3-2 udmaq çox fərqli bir şeylərdir. Çox fərqli, çox mükəmməl. Biz növbəti oyundakı inşallah belə bir şey olmaz. Kopenhagen Xalit isə yəni bütün hamı belə pis olacaq ki, biz sanki çox acı bir məğlubiyyət yaşamışıq. Çox pis şey baş verir. Hamı Kopenhagen artıq yem gözü ilə baxır Azərbaycanda. Nağda alt xalımız var indi burada. İnşallah qələbə qazanarıq. Rəsulov özəllə müharibə dönəmindən sonra məşhurlaşan bir mahnı var idi. Qartalımın bir qanadı yaralanıb da. Benfica'nın da rəmzi qartaldır. Yurdu yuvasından elimiz aralanıb, otdan alovdan üzümüz qaralanıb. Qarabağ neyinədir? O köhnə atlar qartalın bir qanadını yaraladılar. Parçaladılar, pipini qanatdılar. Çox əfsanəvi oyunuydu, çox əfsanəvi geri dönüşü. Təbii ki 2-0-dan 3-2 eləmək çox belə az görünən bir şeydir müasir futbolda və burada Qurban Qurbanova və Qurban Qurbanovun oyunçularına təbii ki çox böyük təşəkkürlər düşür. Çünki 2-0 olandan sonra adamlar belə deyək ki, Türk klublarında tipik gördüyümüz həvəsdən düşmədilər, çaşmadılar və öz oyunlarını oynadılar. Və təbii ki bu Qurban Qurbanova müsbətdir, həm də bəzi oyunlarda mənfi də olur ki, adam oyun içində oyundan əvvəl çox yaxşı analiz edir. Aha. Oyun içindəki məsələn 2-0 geriyə düşdülər də, biz olsaq və ya da biz təbii ki belə digər məşqçilərdən gördüyümüz qədərilə oyun içi gedişlər edərlər falan. Bu Qurban Qurbanov pozmadı, saxladı sxemi. Ki biz bu ilə qələbə qazanacağıq və adam əfsanətlə qazandılar. Onu da belə deyək də, əslində sən düşünsən ki, elə Qurban Qurbanovun A planı
geriyə düşən bir oyunu necə çevirərəm üzərinə idi. O bilirdi ki, biz onsuz da qol yeyəcəyik. Məncə bəli. Hə. Çünki Bəhlulla Medinə ilə biraz belə səmimi olsaq, qol buraxmağımız Çox real çox idi realdır da. və bizdən güclü rəqibdən təbii ki, çox realdır qol buraxmağımız. Tam bu geri dönüşə çox diqqət çəkdiniz ikimizdə. Biraz bu geri dönüş barəsində danışmaq istəyirəm əslində. Məsələn, Benfica səfəri özü-özlüyündə çox çətin bir səfərdir də. Yəni hər bir Avropa klubu üçün də çətin səfərdir də ora. Ya bu geri dönüşü atıram Juventus eləsəydi ya da nə bilim Manchester City belə eləsəydi bu bir xəbər olacaqdı da, artıq bir anlaşılaq olacaqdı da. Yəni bunu ümumiyyətlə Qarabağın eləməsi, bu futbolçuların sən demişdin ruhdan düşməməsi, biraz bu geri dönüşün çox belə underrated qalmasını istəmərəm. Çünki dediyim kimi, böyük klublar eləsəydi çox danışardıq. Bu biz o barədə danış. Texniki tərəfdən nə fikirləşsən bu gedişat barəsində? Əsas geri dönüşün səbəblərindən biri məncə Portuqaliyada oynamış oyunçular idi. Portuqaliya liqasını bilən, həmin qolu vuran bəli. Duran, hə? Portuqaliya 2-ci liqasına gəldi. 2-ci liqasına. Ora səfər deyildi, belə doğma meydança kimi idi deyə. Həmin o biz dediyimiz kimi təcrübəsizliyi yaşamadılar və çox yaxşı da oynadılar. İkinci səbəb isə yəni də qeyd etdiyim kimi müasir futbolda 70% məşqçidir, 30% oyunçulardır. Aha. Və bu 70% məşqçi hər zaman uğur qazanar. Nə vaxt ki oyunçular məşqçiyə birmənalı olaraq tabe olsunlar. Və Qarabağda bütün oyunçular Qurban Qurbanova tabedirlər. Yəni Qurban Qurbanov desə ki, ay Kaydı, gəl müdafiədə oyna, adam gəlib oynayacaq. Eləyər. Və məncə bu da çox təsir edir ki, onlar komandir nə dedisə, anında gerçəkləşdirirlər. Qurban Qurbanov da belə biraz köhnə tip məşqçilərin son belə deyim də örnəklərindən biridir də, belə xarizmatik lider olan məşqçi kimi də. Elgün sənə də belə bir metaforik yanaşma elədim Rəsulullah Qartal məsələsi ilə. Sənə də biraz belə bir metaforik yanaşma elədim ki, Estade da Luz'un tərcüməsi işıqlı stadiondur da. Biz necə elədik ki, o işıqları söndürdük, belə qaranlığa qərq elədik Benfica-nı. Biraz Qurban Qurbanov tərəfindən, məşqçi tərəfindən baxsan necə oldu bu? Qurban Qurbanov bütün kabelləri əlində saxlayırdı və hər şey onun nəzarəti altındaydı. Lazım olan anda kabelləri çəkdi və bütün dalözün işıqları söndü. Super oldu. Qurban Qurbanov həqiqətən bu bayaq dediyim məsələ var ki, həm ailə tipli komandiradan, həm də taktiki cəhətdə bu qədər yaxşı olan cidden son nəsil adamlarındandır və hər ikisinin çox yaxşı formada bacarır. Mən böyük ehtimal ki, düşünürəm ki, bu çempionat liqasından sonra Qarabağ biraz da uğurlu nəticə toplasa, artıq Qurban Qurbanova top liqalardan təşkillər gələcək. Çünki artıq Avropa səhnəsində sübut eləyir ki, bu insan 2-0-dan gəlib Benfica kimi səfərdə uda bilir, Benfica kimi komandanı uda bilir. Həqiqətən, yəni onu bu gün Liverpool eləsə, yəni slota, teleqrafda, yəni mükəmməl səviyyədə bir təriflər yağardı da. Yəni bunu bizim öz yəni bir də siz nədir Qurban Qurbanovun belə deyim də ən böyük önəmli məsələlərindən biri Azərbaycanda yetişmiş bir mütəxəssisdir bu adam. Yəni səhv eləmirəmsə bir Rusiyada yetişmiş bir məşqçimiz var idi, Murad İsayev idi deyəsən. Yəni adam Rusiya məhsuludur da, ya da nə bilim məsələn Ramil Şeydev, Wonderkid olan vaxtlarında çox təriflənirdi. Adam Rusiya yetirməsi. Amma Qurban Qurbanov tamamilə Azərbaycana aid olan bir məhsuldur da belə deyək də. Bu daha da fəxarət hissi verir də bizim cəmiyyətimizə belə deyək. Qarabağa sonuna qədər uğurlar arzu edirik. Yəni Benfica-ya bir çoxumuz 0 xal yazırdıq. Artıq 3-dən qayıtdıq orada. İlk 24-də düşmə ehtimalından danışırıq da bu gün artıq. Kopenhagendən də müsbət nəticə alsa inanırsınız, nəsə eləyə bilərik. Çox təəssüf ki, Yankovic zədələndi. Mən Yankovicin oynadığı ehtimalda %90 artıq inanırdım. Sadəcə olaraq Yankovicin zədələnməsi və o mövqe bizim yaralı yerimizdə 2-3 il Yankovic tək başına idarə edirdi oranı. Ona görə biraz qorxum oradandır. Yankovicə şey deyə bilərik, Balkanların Iniestası deyə bilərik Yankovicə. Hətta Iniesta Avropadakı Yankovic. Tamam. Çox təşəkkür edirik Qarabağa bir daha belə bizə uğur hissini, qələbə hissini yaşatdığı üçün və uğurlarının davamını diləyirik inşallah. Yolunuz açıq olsun. Eyni coğrafiyadan gedirik, amma biraz başımız aşağı əyilir bu məsələdə. Nə qədər Azərbaycan təmsilçiləri bizim üzümüzü güldürsə də, səsimin tonu aşağı salınır deyə, yəni artıq avtomatik olaraq. Yəni Qalatasarayın bu məğlubiyyətdən danışmalıyıq. Özdə nə bilmək, bir xeyli danışmalıyıq. Yəni bu biabırçılıq deyək, rəzalət deyək, başqa bir daha yumuşaq bir açıqlaması yoxdur deyə düşünürəm də. İlkin təəssüratların necədir əsl bu nəticə barəsində? Çox utanc vericidir təbii ki və Qalatasaray kimi heyəti bu qədər zəngin, yəni nə barədə, hansı ki qarşılaşdığı klub Eintracht-a nisbətən səndə Osimhen var. Yəni səndə oynamır da amma pisdir. Yəni Sané var, Icardi var. Yəni heyət olaraq çox yaxşısan. Burada Avropada Okan bururlar, Okanı çox güclü bururlar özü də artıq. Və oyundan sonra da hakimə və yaxud da bizim qolumuzu saymadılar falan. Ki mən demişdim onsuz da ki var lazım deyil. Amma tamam varsa
okey, amma yenə də hakimə söz atmaq deyil də, sənin müdafiəçin 3 qol vurur da. Bu nə oyundur belə? Qapıları səhv salır da. Biabırçılıq sadəcə. Məsələn, Qarabağa dedik ki, ayaqları titrəmədi də, adamlar inandılar qələbəyə sonuna qədər və davam etdilər də. Yəni Davinson Sanchez kimi bir təcrübə Frankfurtda niyə belə həyəcanlandı ki, niyə belə bir səhvlər silsiləsi elədi? Məncə birinci səbəb Davinson normalda Abdülkerimlə bir yerdə oynayanda sağ stoper oynuyordu, Aha. Abdülkerim sol stoper. Davinson çox uzun müddətdən sonra ilk dəfə sol stoper oynadı. Sağ stoper Singo oynuyordu. Adam da sağ ayaq olduğuna görə solda istər-istəməz çətindir sağ ayaqla oynamaq da. Əlbəttə. Ona görə klublar əsasən sol stoperi sol ayaqlı oyunçular, yəni Abdülkerim məsələn oynuyordu. Məncə Okan Buruk birinci növbədə orada səhv elədi ki, bugünkü həmin oyunda öz yerində oynamalıydı Davinson. Abdülkerim Davinson oynamalıydı. Ən misalda da üçlü oynamalıydılar. Yəni 3-5 zaten Okan oynadırdı bu oyunu. Niyə birdən-birə orada dəyişmək ağlına gəldi? Mən hələ də başa düşə bilmirəm. Böyük ehtimalla Abdülkerimi seçməmə səbəbi sürət məsələsi. Çünki Singo'nu gördük ki, Singo yəni mükəmməl bir atletdir də həqiqətən. Burada Singo çox əla oynadı yəni məncə. Öz qapısından vurdu gol xaricində Singo əla oynadı. 2 dənə oyunçu var isə Singo ilə Salah idi də əla oynayanlar belə deyim. Amma səncə Davinson Sanchezin o fərdi səhvlərinin sol müdafiəçi olması ilə nə qədər təsiri var? Yəni top Uğurcanın üstünə gəlir, bu adam tərpənir, gol girir. Yəni Ritsu da onun qabağına gedir, buna dəyər top girir. Yəni, həqiqətən sol stoperliklə bağlıdır. Sanki mental bir çöküş yaşandı orada. Bəncə birinci səbəb odur, amma ikinci səbəb artıq hesab arasında fərq artdıqca artıq mental olaraq da belə çökürdülər və qorxurdu, bir reaksiya verməyə qorxur, hərəkət etməyə qorxur. Yəni oyunçular hamısı həyəcanlıydılar qəribə formada və sanki ilk dəfə çıxıb Samsun Spor oynuyor Teymurqasında ilk dəfə çıxıblar və heç bu səviyyələrdə oynamayıblar. Sən Tottenham'la gəlmisən də bir dəfə səhv eləyərsən, tamam, 2 dəfə, 3 dəfə. Bir ara oyunçular hamısı hücumu buraxdılar, Davinson Sanchez tuturdular ki, vurmasınlar. Çox ardıcıl qollar vurdu. Bəlkə Bombardier Teymurqasında. Yəni Qurbanovun öz oyunçularına inandırdığı o mental gücə də Okan Buruk inandıra bilmədi. Özəlliklə o təcrübəli futbolçularını İnandıra bilmir, bu məlumdur və burada məncə bir səbəb də var ki, Qarabağ Benfiqaya maksimum bir xal alaram düşüncəsinə getmişdi. Yəni ən azından biz elə düşünürdük ki, maksimum bir xal alar. Onun da rahatlığı var idi Qarabağdakı. Oynayaq da o zaman uduzmaq olsa hamı bilir uduzacağıq, oynayaq. Biraz şey məsələsidir. Onun həqiqətən sizcə inanırsınız ki, o yəni Qarabağ oynayana baxanda adam heç nəyə artıq belə müsbət bir şey deyə bilmir, belə kömək Okan'a kömək edəcək bir şey qalmır da həqiqətən də. Burada Okan deyirəm artıq. Yəni əsəbləşmişəm Okan Buruk. Okan sıra səndə. Burada məsələsi nədir? Yəni liqalar arasında inanılmaz bir fərq var həqiqətən. Yəni Türkiyə liqası rəqabət səviyyəsi çox yüksəkdir, amma keyfiyyəti inanılmaz aşağılarda bir liqadır. Yəni top 5 liqa ilə müqayisə ediriksə də. Sən demiş Okan Buruk yerli liqada o krizisdə düşmür. Yəni demək olar düşmür də. Nə bilim, yəni ildə maksimum 10 dəfə düşərdi o krizis anında deyək də. Səncə o beyin yaddaşımız məsələn deyirik, o yaddaş yoxdur deyəmi bu anlarda pis vəziyyətə düşür? Məncə hə. Amma biz yenə də Qarabağla bunu müqayisə etsək ki, Qarabağda da eynisi yoxdur. Bəli. Hətta Qarabağ Portuqaliya daha çoxdur fərq. Bəli, daha çox fərq. Amma burada yenə də fərdi olaraq artıq biz iki məqsədin profilinə baxmalıyıq. Burada istəməncə xasiyyətləri də və gördüyümüz qədərilə belə kişilikləri də rol oynayır. Məsələn, Okan Burukun ta gəncliyindən kişilikləri çox şey eləyirsən. Azərbaycanda yox. Xasiyyətlər, xarakterlər. İkisinin arasında gənclik, burada Qurbanov. Qurbanov birincisi çox təcrübəlidir və adam daimi olaraq artırır. Baxırsan ki, hər mövsüm Barselonaya getdi, Leverkusenə getdi, ora-buraya artırır, kəsəndə öyrənir. Qarabağdakı idman direktoru belə Emrah Çelikəl. Bəli. Məsələn, onların da yaranması falan əvvəldən birlikdədirlər, bir-birlərini çox yaxşı bilirlər, çox yaxşı tanıyırlar və hər birini daimi olaraq artırır. Tam bu məsələnin üstünə bir dənə statistika vermək istəyirəm. Deməli, Galatasaray bu yaxınlarda mükəmməl bir məğlubiyyətdən sonra averajını çox mənfilərə düşürtdü. Və belə bir xəbər var ki, Ergün Galatasaray Çempionlar Liqasında 3 rəqəmli mənfi averaja çatan ilk klub oldu. Mənfi 100 averajı var Galatasarayın. Yəni ondan daha aşağılarda olan klublar 3 rəqəmli deyil, 90-larda olanlar var amma 90-larda var amma yəni 100-dən artıq olan yoxdur da. Biz neçə ildir Galatasaray Avropa Fatihi falan deyirik də, nə bilim, yəni həmişə vizyonu Avropa olan bir klub kimi görürük də. Səncə alladırıq özümüzü neçə vaxtdır, yoxsa nədir problem? Okan Burukdadır şəxsən problem. Məncə alladırıq. Ümumiyyətlə Türkiyə azarkeşlərdə euforiya dəhşətli dərəcədə çoxdur. Bir oyun yaxşı oynayan kimi uddular, elə bilirlər ki, Çempionlar Liqasının qalibi olacaqlar. Bir Osimhen aldılar, elə bilirlər ki, çeyrək final.
Nə bilim Saneni aldılar dedilər yarım final. Bir dənə də oyunçu aldılar finala çıxmışdı türklər özləri. Real Liqa deyədən çünki artıq Türkiyə Real Liqa tipindən çıxıb, o qədər hakim səhvləri, o qədər problemlər var ki, liqada futbolun önünə keçən çox şey var. Futbol artıq 3-cü, 4-cü planda qaldı. Ona görə də Avropaya çıxan kimi artıq gah hakimdən danışırlar, gah oyundan, oyun olaraq heç nə ortaya qoymurlar. Bir dənə qol buraxan kimi bütün komanda dağılır. Bunlar hamısı liqadan gəlir ki, orada o qədər biabırçılıqlarla belə üzləşirlər ki, gəlib artıq Çempionlar Liqasında real bir turnirdə heç nə edə bilmirlər. Həqiqətən hər şey belə mental məsələyə gəlir də oradan. Yəni bu adamlar öz liqalarında inanılmaz aşağı səviyyəli bir şeylə məşğul olurlar da belə deyək də. Sən demiş futbolla məşğul olmurlar, masa başı oyunlarla məşğul olurlar, nə bilim bir-birinə söz soxmaqla məşğul olurlar. Yəni Türkiyə gəlmiş belə deyək də ən yüksək səviyyəli baş məşqçi belə Jose Mourinho idi da. Yəni məncə Jose Mourinhodur. Sizə etirazınız var? Yəni Jose Mourinho belə ən məşhur olduğu şey odur da, yəni xaos, bir-birinə söz soxma, rəqibi mental düşürmə. O belə oydu da adamların məqsədləri başda odur. Yaxşı futbol qoyum, müsbət nəticələr alım falan deyil. Bunun da təsiri olduğunu düşünürsüz. Qarabağ nə qədər özümüzü güldürsə də təbii ki, təəssüf ki, türk klubları eyni dərəcədə effekt vermirlər. Amma hər halda bitməyib heç nə. İnşallah Qalatasaraydan növbəti oyunlarda uğurlu nəticələr alar. İndi keçək digər oyunlara. Biraz bizə doğma olan klublar haqqında danışdıq. Biraz da futbol tərəfindən baxaq bu işə. Çempionlar Liqasında xeyli oyunlar oldu və orada bir neçəsini seçmişəm. Onlar haqqında biraz danışaq. Mən özəlliklə Barcelona Newcastle-dan danışmaq istəyirəm əslində. Düz Barcelona forması sən geymirsən, amma bizim aramızda ən Barcelonamız Russell'dır. Russell səncə məsələn biraz Rashford özəlində danışmaq istəyirəm əslində o oyunda. Transfer sezonu bitəndə Rashfordun Barcelona transferinə hamı birmənalı yanaşmırdı da. Yəni ağlında tərəddüd olanlar belə çox idi. Yəni bir də mənim Rashfordun Barcelonada nə iş var? Yəni bu adam karyerasını biraz düşdü Aston Villa'ya, sonra Barcelona'ya gəldi. Amma qayıtdı doğma vətəndə və mükəmməl performans göstərdi. Nə düşünürsən Barcelona və Rashford özəlində? İlk olaraq oyun barəsində bildirim ki, oyundan öncə Hans Flickdən soruşurlar Rashford haqqında ki, bəs daha doğrusu bildirirlər ki, Yamal zədə. Və o bildirir ki, tamam, Yamal zədəldir, amma bizim bir Rashfordumuz var. Və bu Rashford əsasən bu tip oyunçudur ki, bizdə rotasiya etməyi bacaran, kim zədələnsə yerinə girməyi bacaran bir oyunçudur və ondan çox şey gözləyirəm. Və adam dediyi kimi də oldu. Hələ ikinci qol əfsanədir. Ümumi Rashfordu danışsaq, mən çox istəyirdim və çox da bəyənirdim oyunçunu. Çünki İngiltərə liqasında oynayan insanlarda, futbolçularda çox təzyiq olur. Və onlar o təzyiqin altında əzilirlər. Və Rashford da bunun altında əzilirdi. O Barcelonada təzyiq yoxdur. İspaniya daha rahatdır. O biz danışmışdıq bir dəfə də. İspaniya, yəni İngiltərə bütün gün yağış yağır. Havalar pis. İspaniya gəlsən rahat. Ibiza. Qəşəng gəz. Çox uyğun transferdir və oyun da çox möhtəşəm idi. 2-1 əla idi. Həqiqətən mən xal itirməyimizi gözləyirdim. Barcelona xal itirəcəyini gözləyirdim. Çünki Newcastle çox yaxşı idi. Amma öhdəsindən gəldilər. Hal olsun. Newcastle burada çox yaraşır Çempionlar Liqasına. Belə qəşəng oturdu. Həmişə olmaq istəyirəm bu arada. Rashfordda hal olsun həqiqətən. Yəni belə tam belə hal-hazırda olmaq istəyirdi, amma birdən belə qaldırdı da karyerasını. Sənə başqa bir oyuna pas atmaq istəyirəm. Elgin, ya Premier Liqaya deymişkən, biraz da Liverpool Atletico Madrid danışmaq istəyirəm. Yəni İngiltərə İspaniya qarşılaşdırması. Bu Liverpool nə vaxtda kimi 90 pluslarda qol vurub qələbə qazanacaq? Nə fikirləşirsən bu barədə? Bu həm yaxşı bir şeydir ki, komanda sona qədər mübarizə aparır, həm də əslində daha çox da pis bir şeydir ki, komanda həmişə qol buraxır və 90 pluslara, 90-cı dəqiqədə həmişə hecicə ilə girir. Yəni bu bir dəfə, 2 dəfə, 3 dəfə vurarsan, axır əvvəl vura bilmədiyin oyunlar olacaq və o oyunlar final oyunu tipli oyun olanda artıq bütün sezon boşa gedəcək. Məncə Liverpool bunu çox qısa müddət aradan qaldırmalıdır və Liverpoolda da düz oynadığı oyun yenə yaxşıdır, yenə sıxırlar və daim formada üstün oynayırlar. Amma Slot artıq 1-2 məğlubiyyətdən sonra artıq özü də həyəcandan necə deyim, oyunu itirəcək oyunun tempini. Ona görə ən qısa müddətdə davamlı formada belə rahat qələbələr vermək. Sezon artıq 10 oyundur təxmini belə ümumi götürəndə başlayıb. Hələ də mən Liverpoolun 5-0'lı falan qələbəsi çoxdan planlayırdım ki, 10 oyuna 2 dənə qələbə qazanacaqlar. Elə başlamışdılar elə belə. Yəni bunlar çox super güclüdür, heç kim bunların rəqabət apara bilməyəcək amma. Wirtz Messi kimi oynayırdı, indi oyun oynamır. Isak 140 milyon heç oyuna çıxmır. Ekitike 95 milyon. Sən bu pulu xərcləyirsənsə mütləq şəkildə verim almalısan, amma
heç bir halda ala bilmirsən və ən yaxşı oyunçu komandanın Gravenberchdir ki, bütün komanda onun üzərində. Allah qol vurdu. Gravenberch möhtəşəm oynayır. Hətta mən Ajax vaxtından demirlər, baxıram ona. Adam inanılmaz oyunçudur. Yaxşı Liverpoolda özünü tapdı. Onun adına çox sevinirəm Liverpoolda oynamağına. Bayern Münchendə o da Rashford hadisəsi yaşaya bilərdi. Elə bir tam istədiyimiz nəticəni ala bilmədi. Wunderkid mükəmməl çıxdı, amma istədiyimiz kimi gəlmədi. Tam tərsinə variant oldu ya. Aşağı liqadan gəldi Premier Liqaya, orada özünü göstərdi. Gravenberchə təzyiq lazım imiş deyəsən. Bir dənə də belə Premier Liqaya rəqib kimi. Daha doğrusu İngiltərə rəqib kimi dənən bir futbolçudan danışmaq istəyirəm. De Bruyne-dən danışmaq istəyirəm. Etihad Arenada De Bruyne bu dəfə yenə mavi deyildi, qara formadaydı, amma yenə mavili bir tərəfdən gəlmişdi. Napoli oyunçusudur bu dəfə. Ona qarşı belə bir sevgi göstərisi var idi. Dəyil üçün necə yanaşırsan De Bruyne-yə, Manchester City bir rəqib olaraq görməklə. De Bruyne City-nin yəqin tarixdəki ən özəl oyunçusudur məncə. Mənə görə elədi. Bir nömrə. Mənə görə elədi, bəli. Məncə çox City azarkeşinə görə də elədi. Saçda gələcək. Çünki komandanı City-nin müəyyən bir səviyyədən ən top səviyyə De Bruyne qaldırdı. Yəni daha doğrusu tək qaldırmadı, amma ən böyük orada iş ona düşdü, ən böyük güc ona düşdü. Amma çox heyf ki, mən çox heyfsləndim ki, belə full oyuna baxmaq istəyirdim axıra qədər. Heyf ki, qırmızı vərəqədən sonra De Bruyne çıxarmaq məcburiyyətində qaldım. Məşqçi çox qısa müddət oynadı və həmin müddətdə xüsusi bir şey olmadı. Amma çox istərdim 90 dəqiqə City-yə qarşı rəqib kimi oynasın ki, bir-iki dənə bu gözlənilməz paslarından görə. Versə də, tamam. Bu Manchester City əfsanəsi ilə bağlı deyəsən bir fikrim var, sən o fikri bildir. Bu Agüero gerçək falan var idi, sən attın bir qırağa. Agüero elə bil nə bilim. Səncə Manchester City-nin ən yüksək səviyyəli əfsanəsi De Bruyne-dir? Özəl oyunçudur, yaxşı oyunçudur. Əfsanədirmi? Məsələn, Agüero, David Silva'dan sonra bəlkə saymaq olar. Amma De Bruyne əfsanədir məncə. Tartışılır. Şey Yəni deyil. onlardan sonra hə. Amma ən yaxşı falan məncə deyil. Çünki biri var sən 90 plusda gol vurub Agüero deyə bir O çox ikonikləşib. Biraz futboldan danışdıq. Bəhsçilik, əfsanə Çempionlar Liqası, bir dənə də mövzu olaraq şey toplamaq istəyirəm. Biraz belə deyək gülə əhlənə mövzu toplayacağam. Mudrik var, Mikhailo Mudrik, Ukraynalı futbolçu. Deməli bu adam 4 illik doping cəzası ilə futboldan uzaqlaşdırılıb. Və Chelsea-də hal-hazırda yəni heç bir belə deyim də əlaqəsi yoxdur da, bu adam heç nə edə bilmir. Yeni bir xəbər ortaya düşdü ki, adam futbol karyerasını bitirib atletizmə keçmək istəyir və Ukraynanın belə deyim də Los Angeles 2028-də keçiriləcək olimpiyadada ölkəsini təmsil etmək istəyir atletizmlə. Bu xəbər barəsində nə fikirləşirsən Ayrasa? Səncə atletizm doğru ola bilər Mikhailo Mudrik? Zaten biz düşünəndə həmin oyunçunu əsasən sürəti gəlir ağlımıza. Və məncə sürəti futbolundan daha uğurlu olar. Məncə. Təbii ki, futbolunda şişirdilmə qiyməti 130 milyon desin transfer. 100 milyon verdilər məncə. 100 milyon. 100 milyona transfer dəyərinə malik deyil. O elə olmamalıydı əslində. Maksimum 30 milyonluq bir oyunçudur. Çünki qaçır. Uğurlu ola bilər. Ona uğurlar arzulayırıq. Yenə də ümid edirik ki, iynə falan vurub 2028-dən də uzaqlaşıb, nəəm gəlib yorumçuluq falan eləməz. Batuhan Karadeniz olmasa yaxşıdır. Bak Kur'an çarpsın. Aklıma gelirse de söyleyeceğim, büyük yemin et. Ölçün sən da belə pas atın. Məsələn, Mikhailo Mudrikin ümumiyyətlə potensialına inanırdın. Yoxsa o sadəcə belə deyim də Abramovich bir Rus idi və Chelsea-nin belə deyim bir imicini düzəltmək üçün Ukraynalı bir futbolçu transfer etməyə ehtiyacı var idi kimi bir şey yarandı da. 100 milyon da verdilər ona. O pulun altında mı əzildi, yoxsa heç o yəni o potensialda bir oyunçu deyildi? Mudrik barəsində nə fikirləşirsən? Bu arada mən Rəsuldan əks olaraq daha çox inanırdım Mudrikə. Mudrik məncə o dərəcədə pis oyunçu deyil. 30 milyonluq oyunçu deyil. 50-60 milyon arası alınacaq oyunçuydu. Yəni hazırki transfer qiymətlərinə görə 60 milyon alınacaqdı. Və həm adamın sürəti var idi, dribling qabiliyyəti çox yaxşı idi, zərbələri falan da yəni orta səviyyənin üstündə idi. Premier Liqada ən azından məsələn 10 gol 7 assist, 7 gol 10 assist bu səviyyədə oynaya biləcək bir oyunçu idi. Və hətta Chelsea ilk başda gələndə çox yaxşı oynayırdı. Ardıcıl gol, assist söhbətləri çox yaxşı, ideal formada belə gedirdi. Sadəcə doping məsələsi bir ara şeydə, böyük ehtimal dopinqə yönəlməsi də İstəmədən oldu o da, yəqin ki, çox... Ergün onun yanında oldu. Əmisi oldu. İstəmədən necə oldu? Dart oynayırmışlar. Yine sərt gəldi. Kök hüceyrə enjektə eləyiblər və həmin kök hüceyrə sən demə doping... Biz kök hüceyrəni bizə açıqladı, nədir o? Mən də oxumuşam da. Ona görə güya ki bilmədən olub, yəni deyilən qədər. Məncə sən Mudriki çox istəyirsən, deyə biraz onu qorumağa çalışırsan. Yəni bək qaçır, sürətli qaçır.
Soyadı kimi heç müdrik bir insan ola bilmədi Mikhail Mudrik təəssüf ki. Zarafat eləmə qurbanın olum. Mən də inanırdım ona əslində. O sadəcə qiyməti çox baha idi. Yəni o, yəni birbaşa o Ukrayna-Rusiya müharibəcəsi o cəhətdən 100 milyonluq bir dəyərə çevrildi. İzləyicilərimizdən xahiş edək, fikirlərini yazsınlar rəylərdə. Mikhail Mudrikdən danışdıq, Rashforddan danışdıq, Liverpoolun son dəqiqələrdə bu qol vurması nə qədər davam edəcək, bu tip mövzulardan danışdıq. Fikirlərinizi rəylərə gözləyirik. Biz isə keçirik əlbəttə ki, kişinin sözü bir olaraq. Kişinin sözü bir olaraq formalarımızı dəyişdik, rəqabət səviyyəsini göstəririk. Qəşəng bax, bura kimi də gəlmisinizsə dostlar, bir dənə bu abunə olunan like düymələrinə çıxıb davam edirik. Tamam. Açıqlamamızı verirəm, siz də onun cavabını mənə ötürürsüz. Yəqin ki, hazırsınız da, belə şey eləməyə ehtiyac yoxdur. Bəli. Deməli açıqlamamızı verirəm. Tanrı məndən həmişə yaxşı futbol oynamağımı tələb edib. Əgər bunu etməsəydim, Tanrıya qarşı haqsızlıq etmiş olardım. Belə bir maraqlı bir açıqlamamız var. Variantlar deyirəm. Karim Benzema, Lionel Messi, Frank Ribery, yoxsa Diego Maradona. Yəni belə buradan 2 dənə seçim eləmişəm. 2 müsəlman, 2 xristianlığı ilə önə çıxan futbolçuları seçmişəm. Tanrı məndən həmişə yaxşı futbol oynamağımı tələb edib. Əgər mən bunu etməsəydim, Tanrıya qarşı haqsızlıq etmiş olardım. Benzema, Messi, Ribery, Maradona. Mənim indidən variantım var. Maradona'ya çox inanıram. Çünki o bəzi şeylərdən sonra Tanrı ilə məndə çox danışırdı. Tez-tez danışırdı. Orada Kaş daha tez danışardı. O da oradan ola bilsin Tamam. yanında qalıb ki, onu deyiblər. Amma o bəzi şeylərə futbol karyerası bitəndən sonra olmadı. Səncə ondan sonra oldu. O futbolda, köhnə futbolda hələ oynamaq kayfsizliyi. Yoxsa niyə elə oynayasan ki, adam çizəcək? Tamam. Ona görə Maradona ilk variantı mənə. Okay. İlk olaraq bildirim ki, Maradona'nın tarixdəki qolu hansı qol sayılır? Tanrı'nın əli. Və özü də bunu təsdiq edib, deyib, mən futbolun və ümumiyyətlə Tanrı dərəcəsində birisiyəm və mən Tanrıyam deyə açıqlaması vardı. Ona görə də mən əsla Maradona'nı seçmirəm. Burada Benzema deyil məncə. Çünki Benzema'nın belə açıqlaması olsa bilərdik. Çoxdan bu sözləri. Messi də gözləyir bu söz deməyini. Benzema məncə çox da onun skandalları falan var idi deyə inanmıram. Yəni, yaxşı. Çox müsəlman kimliyi önə çıxan biri deyil. Ona çıxan deyil. Burada Ribery ola bilər və yerdə qalan Messi, Ribery qalır zaten. Və Ribery'nin həyatı çox belə çətinliklər, qəza falan filan və ona istinadən bildirə bilər ki, Tanrı məndən çox yaxşı futbolçu olmağımdır. Çünki mənim ayrı model ola bilmərəm. Üzüm pis gündədir. Mən ancaq hər hansı bir belə deyək, başqa hər hansı bir alternativ məşğuliyyətim ola bilməz. Bu cümlədə özüm fikirləşdim. Və burada Messi və Ribery arasında qalmışam. Messi çox açıqlaması görmədim. Yəni o söhbəti qutaraq da. Amma Messi'dən elə məntiqli bir cümlə çıxacağına inanmıram. Adamı gördükdə bu. Axırıncı bu söz deyəndə yadımda da nə olmuşdu da. Ona görə hələ ki mən Hələ ki qalmışam Ribery. Messi, Ribery arasında amma qərar verməm. Tamam. Ondan Bu sonra- yanaşması maraqlı yanaşmaydı ha. Özəlliklə bir Qəşəng Ribery söhbəti. Hətta ona dedilər ki, üzvü niyə əməliyyat etdirmirsən? O demişdi ki, yox da Tanrı mənə bunu layiq görübsə, mən belə yaşamağa davam etməliyəm. Bu arada Rəsulun Ribery yanaşması tam ora gətirəcəkdim növbədə. Elə çox yaxşı oldu Rəsul dedi birincidən. Ribery yanaşması çox belə mənə məntiqli gəlir. Adam zaten qəzadan sonra hətta ölüm ehtimalı var idi. Sonra üzündə çapıq söhbəti. Ona görə Tanrıdan futbol oynamağı, Tanrının ondan futbol oynamağını istəməyini düşünə bilər. Və bu haqqda açıqlama vermən böyük ehtimal Ribery'dədir. Rəsul da heç kimi seçməmişəm. Bu arada Maradona'ya mən çox inanmıram ya danışa. Nə oldu bayaq inardın? Mən onu çaşdırmaq üçün dedim Rəsulu görüm, amma Rəsul düşünmür. Siz niyə birimizə belə yem atırsınız? Biz heç güvənmirik bir-birimizə. 6 ildir prosto yola veririk dostları. Mən burada yekun variantım və bizimkilərdəndir, Salmandır deyə Ribery. Dox cavabına qondu abi. Müdaxilə eləyəm mən. İndi mən sizə bir söz deyim. Maradona'nın bayaq dediyim açıqlaması yoxdur. Tanrının əlində özü qoymayıb. Mən bəs Maradona'nı çox istəyirdim. Dedim ikimiz də eyni cavabı verməyək. Ona görə Ribery'ni biraz tərifləyib falan. Abi siz nə yaşayırsınız ha? Mən Maradona'yı götürürüm. Və sözün açığı Ribery tam uyğun gəlir. Amma sənin bu qarşımıza belə atdığın tərəd ola bilər deyə çox bariz ağlarında Ribery görünür deyə. Ribery olacağına o qədər çox inanmıram. Ona görə də mənim də variantım Maradona'dır Siz təbii. niyə birimizi dəyişdiniz ha? Rəsulun demək çox məntiqli gəldi.
Artıq Maradona seçəm mən. Əsl Ribery diyor nə deyəcəm? Son qərarlarınızı verirsiniz. Ribery, Maradona. Mən Ribery Bəli. demək istəyirəm. Hə. Mən də Maradona demək istəyirəm. Tamam. Son qərarlarımızı verdik. Tanrı məndən həmişə yaxşı futbol oynamağımı tələb edib, əgər mən bunu etməsəydim, Tanrıya qarşı haqsızlıq etmiş olardım. Bu açıqlamanı verən futbolçumuz deməli Benzema, Messi, Ribery və Maradona ola bilərdi. Bu arada bu oyunu həqiqətən ilk belə deyim, uzaqlaşdırdığınız öneriləri çox düz edirsiniz. Benzema deyil. Yəni onu artıq çox qəşəng tutmursunuz. Düzgün qərar verə bilirsiniz də belə deyək. Benzema deyil, onun biraz belə müsəlmanlığı yayan bir futbolçu olmadığını düşünürsünüz. Çox başqa şeylər yayırdı. Benzema niyə İstanbulda Fatih Belediyəsində iftar eləmişdiyi falan var. Yəni. Bizim məhəllədə şeydi, iftar eləyirdi Benzema. Buradayız şimdi. Başkanım buradayız. Messi də deyil dostlar. Messi də çox qəşəng otururdu əslində bu fikir məncə. Çünki o da nə belə dini məsələlərlə çox, hətta onun bədənində Həzrəti İsa döyməsi var bildiyim qədərilə. Sonu iki futbolçumuz qalır, Ribery və Maradona. Burada məsələ necədir? İkinizdən biriniz haqlısınız, təbrik edirəm. Heç uzatmıram, yenə Acun Ilıcalı eləmirəm. Düzgün cavabımız Maradonadır. Çox qəşəng taktik. Bizim də Maradona. Sizin bu qəribə belə əcayib fırladan taktikalarınız qəribə gəldi, amma ilkin başından elə öz fikrinizi bildirə bilərsiniz də. Niyə belə edirsiniz? Özünüzü çox belə manipulyasiyaya yönləndirirsiniz konkret. Əslində məndə artıq Elgün Maradona demişdi. Mən Maradona desəydim belə uduzmuş olurdum. Elgün. Amma sən Maradona istəyirdin elə başından bəri. Bəli. Onun üçün danışdım ki, Elgün keçsin o yana biraz. Niyə fikir dəyişdin? Ya mən Maradona'dan çıxma səbəbim Rəsulun dediyi deyil, bu tanrı səbəbəsə. Sadəcə nə Maradona çox da gözləmirdi deyəcəyini. Sadəcə bəzi oyuncular məsələn Messi də elədi də, zaten ən yaxşıdır. Bunu demək üçün bir ehtiyac, yəni adi bir oyuncu deyil deyə. Məsələn Ribery'nin deyəcəyini daha çox inanıram normalda. Çünki adam həm başına gələnlər və həm də çox yaxşı oyuncudur, amma ən yaxşı deyildi. Maradona, Messi ən yaxşı. Zaten bunu deməyə ehtiyac yoxdur. Bir də məsələ şey deyə məncə, yəni biz düzdür, bəlkə də biz müsəlman tərəfdən baxırıq deyə görürük, amma sanki inanclı olmaq məsələsində müsəlmanlar daha ağır basır, daha belə, yəni xristianların daha inanclı olmasını elə baxa bilmirik də, ya da nə bilim görürük, yox, müsəlmanlar daha inanclıdırlar da. Özəlliklə bu namaz fəaliyyəti var deyə, yəni biz hər gün dinlə məşğuluq da. Ona görə biraz ağlımız qarışdıra bilir. Sən də biraz qarışdırdın. Mən də biraz qarışdırdım. Mən də yolumu azdım getdim mənə. Məqsədim odur, zaten ağlımızı qarışdırıb. Biraz təbrik edirəm. 1-0 önə keçdin. İndi keçirik kim bilirə görə sonda qalib kim olacaq? Okey, keçdik kim bilirə. Kim bilirdə yenə hər zaman kimi 3 futbolçumuz var. Dostlarımız mənə sual verirlər, mən həyada yox deyirəm və futbolçunu tapmağa çalışırıq. Okey, tamam, Ergün ilk futbolçumuzun ilk sualını sən verirsən, mən hazıram, sən də hazırsansa başlayaq. O zaman ilk oyuncumuz müsəlmandır. Xeyr. İspaniyada oynayıb. Bəli. İspaniyada Real Madrid'də oynayıb. Xeyr. İspaniyada Barcelona'da oynayıb. Xeyr. İspaniyada Atletico Madrid'də oynayıb. Bəli. İspaniyalıdır. Bəli. Liverpool'da oynayıb. Bəli. Torres. Bəli. İlk oyuncumuzu Elgün Tezbazar tapdı. Hesab bərabərləşir. Elgün 1-1. İndi bir qalib formasında sən ikinci futbolçumuzun ilk sualını versən. Buyur. Sən ilk sualını gözləyirəm. Oyuncumuz İngiltərədə oynayıb. Xeyr. Oyuncumuz İtaliyada oynayıb. Xeyr. Oyuncumuz Almaniyada oynayıb. Bəli. Oyuncumuz yarım müdafiəçidir. Xeyr. Oyuncumuz hücumçudur. Xeyr. Həla. Oyuncumuz qapıçıdır. Bəli. Oliver Kahn. Çox bəlli. Bəli. Bəli. Çox bəlli idi, çox. Bu gün çox tez bazar tapırıq ha oyuncuları. Maşallah. Harca tələsirik deyəsən ha. Qəşəng. Yenə sən bu turda 1-1 amma ümumi olaraq Son oyuncudur. Rəsul- Qalibiyyət nəticəsi arasında son oyuncu. bu gün ha, yəni son qərarı sən verməlisən də Elgün, yəni. Düzgün cavab versən bərabərlik, dostluq qazanacaq amma Rəsul bir qalib kimi üçüncü sualı da verəcək. Üçüncü futbolçu Verəcək. sualını versin. Oyuncumuz İtaliyada oynayıb. Bəli. Juventus'da oynayıb. Xeyr. Milanda oynayıb. Xeyr. Inter'də oynayıb. Bəli. Hücumçudur. Xeyr. Argentinalıdır. Xeyr. Müdafiəçidir. Bəli. Ruminiyalıdır. Xeyr. İtaliyalıdır. Xeyr. Mərkəz müdafiəçisidir. Bəli. Atletico Madriddə oynayıb. Bəli. Miranda. Xeyr.
Bir səhv elədim. O çox kökə tanmışdı. Bir səhv elədi. Mən bir xal verirəm cavabı. Bax, ikinci bir səhvdə diskvalifikasiya olacaqsan. Braziliyalıdır. Xeyr. Uruqbaylıdır. Bəli. Godin. Bəli. Səhv dedim orada bir andan. Tamam, bu çox riskli bir seçim elədim Miranda ilə, amma son anda qalibiyyət əldə elədim. Okay, bu gün qalibi Rəsul oldu. Bu gün sənin də mübarizən üçün sənə təşəkkür edirik. Azər təbrik edirik sənə də 3-1-lik bir qalibiyyət. Hər zaman kimi öz güvənzə. Tamam, əla. Bu gün də maraqlı oyunlar, maraqlı söhbətlər oldu. Uzun müddətdən sonra izləyicilərlə yenidən görüşdük. Bundan sonra fasilə verməyi düşünmürük. Yenə milli oyunlar fasiləsində belə də ekranlardan biraz uzaqlaşa bilərik, amma bizi izləmədə qalın mütləq şəkildə. Məzmunlarımıza baxın. Bizi bütün sosial şəbəkələrdən izləyin dostlar. Instagramda, TikTokda da maraqlı oyun videolarımız var. Onları paylaşırıq. Onlara da o kanallarda, platformlarda sizi gözləyirik. Bizi hələ çox gözləyəsiniz dostlar. Öz-özünüzdən müğayət olun. Hələlik. Hələlik.